Deməli, tort hazırlayıram. 6 yumurta, 1 stəkan kesok, belə qəşəng, köpük, gözlük, böyle qabına bir olurdu. Bu dəfə oğlumun adına tortu özüm hazırlayıram. Belə çəkiyəm, işıqlı olsun. Ayaqışıq yandırma tadına çıxmışdı. Her şey köpüktü. Burada da unu hazırlamışam. 1 stəkan un, 1 xörək kaşığı qarğıdaş nişastası. Belə bir paçka da qabartma tozu. Da burada gözləyir. Deməli, mən unu əlavə edəndən sonra ümumiyyətlə mikserlə qarışdırmıram. Astaca belə unu belə yox eləməyə çalışıram. Bu qaşıq mamamın qaşığıdır. Yəni o çirk değildi öyle ki. Onun et çeken maşını var idi, onun qaşığıydı. Mikserinin qaşığı tapmadım, hiç yoxa çıxdı. Bunu istifadə edirəm. Mikser özümün də qaşıq. Mikserinin də. Özümün deyəndə bu da cəhizdir. Bundan mamam verib. Tortun kremini də hazırlamışam. Buna baxın. Bir marojnada. Burada püf nöqtələr var, o sirləri verməyəcəm. Qoyum xaladenikdə qalsın, soysun, gedim tortu hazırlayayım. Bisküvitini hazırlayayım. Keksləri axşamdan hazırlamışdım. İndi də meyvələri doğrayıram ki, tortun arasını doldurum. Düzü mən meyvəli tort xoşlayıram. Buna görə də portakal banan doğramışam. Boz da istifadə edirəm, damla şokoladda. Yəni evdə hamının ağız dadına uyğun olsun deyə. Həmişə tort əslində zakaz verirdim. Ancaq bu dəfə istədim ki, evdə tortu özüm hazırlayım. Biz də ad günlərimizdə həmişə tortu mama hazırlayırdı evdə. Yadımdadır 13 yaşımda mamam tort hazırlamamışdı. Amma gözəl süfrə açmışdı mənim üçün. Tort olmadığına görə onu bütün yaşlarımda deyirdim. Qeyd etmişəm tortu bitirdiyim saatdır. Çəkmişdim Instagram üçün. Yığış edəndən sonra 3-ün yarısı idi yatdım. Səhərdə 6-da durdum. Nilay məktəbə yola canlı efirə get. İstədiyim rəngarəng verilişidir. Canlı efirdən Zaur sağ olsun oğlum Rahimin ad günü təbrik elədi. İstədim bunu bu vloga yerləşdirim, xatir olaraq qalsın. Amma bugün doğrudan da Səidə xanım üçün doğum günüdür. Niyə? Çünki bugün Səidə xanım ana olub. Övladı Rahimin 3 yaşı olur. Təbrik edirəm Səidə xanım. Bir alqışlayaq. Səidə xanım sizi də, həyat yoldaşınızı da, operator Turalı idi uşaqlar. Turalı da təbrik edirəm. Allah sizə övladınızın xoş günlərini görməyi nəsib eləsin. Allah bütün balaları qorusun və olmayanlara, arzusunda olanlara övlad nəsib eləsin deyirik. Orada alqışladınız mı Ümid uşaqlarla bərabər Səidə xanımı? Alqışladınız. Bugün oğlumun ad gününə hazırlaşacağım. Evi təmizləməliyəm, yemək hazırlamalıyam, sonra da gedib şararat gətirib bəzəyəcəm evi. Bağçadadır, atası işdən çıxanda götürüb gələcək. Biz də qızımla evdəyik. İşdən gəldik, yeməyimizi yedik, çayımı içirəm, sonra da yeməklər falan hazırlayacağım. Qaynadıram, filə qaynadıram, biberli salat edəcəm, aş edəcəm. Bir də kənd çolpasının sosunu bişirəcəm. Görürsünüz, Rahim bu divanın bütün günü bax belə. Mən təmizləyirəm, o da bax belə batırır da. Görün nə gündədir. Divanın üstünə baxın. Mənim tripodumdur. Əlimə düşən kimi onunla da oynayır. Gün qıracaq. Rahimə burada hədiyyə almışam. Hədiyyə deyəndə paltar almışam, şalvar almışam, köynək almışam. Ad gün üçün. Birazdan göstərərəm onları. Gelmişlərimi görüm ki, çatdırım vaxtım azdır. Kənd çorpasını qovurdum. Qovururam daha doğrusu, soz edirəm. Burada da suyu qoymuşam qaynasın. Aş eləyəcəm, lobiyalı aş eləyəcəm. Bu dəfə lobiyalı eləyəcəm. O birisi aşlardan çox eləyirəm, tez-tez eləyirəm də. Xoruzdur özdə. Xoruz ətidir. Belə. Əsas bunları hazırlayayım. Sonra keçib salat eləyim. Şu bacım bir çatır.
Yeməklər hazırdır. İndi salat edirəm. Burada mən salatı düzəldəndə artıq bacım zəng elədi ki, yoldayıq, gəlirik. Biraz şəhərin girişində probka var. Ümumiyyətlə tələsib iş görmək mənim həyat rutinimə çevrilibdir. Bir neçə işi birdən görürəm. Bu işdə də elədir. Bir neçə nəfəri birdən idarə eləməliyəm. Diqqətim orada olmalıdır. Yoxsa mənə problem yaranar. Bu baxıram ki, mənim həyat tərzimdə də belədir, evdə də beləyəm. Bir neçə işimi birdən görürəm, tələsərək çatdırmalıyam, vaxtla görürəm. Arxayın iş görməyim yoxdur. Ümumiyyətlə kimsə də gələndə evə qonaq, çalışıram yeməklərimi axşamdan hazırlayım. Yəni ən uzun vaxt aparacaq yeməklərimi axşamdan hazırlayıram. Yoxsa vaxt azaldıqca stres keçirirəm. Elə biləm heç bir şeyim hazır deyil. Qonaq gəlib, biabır oldum. Ancaq bunu düşünürəm, stresə girirəm. Burada vaxt edən kimi geyimləri sizin üçün çəkdim. Bir cins aldım, 24 manata. Bir dənə də köynək aldım belə. Ad günündə geyinmək üçün aldım. Hər ad gündə mən uşaqlara ümumiyyətlə geyimlər alıram. Ad günü üçün xüsusi paltar geyinməlidir. Köhnə geyimlərin geyindirmirəm ad günlərində. Heliumşar almadım. Yəni ki, o bir neçə saatdan sonra yerə düşür. Nasosla doldurduq bu şarları, bacımla yapışdırdıq pərdələrə. Bugündən elə videolar çəkə bilmədim. Çünki dediyim kimi təkəm, başım qarışıq olur. Onu elə bunu elə imkan olmur çəkməyə. Bu arada onu deyim ki, tortum görürsünüz necə gözəl alınıb. Elə bil ki, sifarişdən tort bişirdirmişəm. Dadı əla idi. Görünüşü də ki, heç də alınma tortlardan seçilmir. Gözlə, olsun bilə. Ona. Ad günü mübarek, ad günü mübarek, ad günü mübarek, happy birthday to you. Artıq gecə idi. Çoxlu çay içdik, dedik, güldük. Çox yorulmuşdum. Neçə gün idi də rahat yuxu yatmırdım. Ona görə də getdim, yatdım. Evə əl gəzdirmədim. Səhər bildim ki, məni çox gözəl bir mənzərə gözləyir Kuxunada. Gecə Kuxunanı belə qoydum, yatdım. Çünki çox yorulmuşdum. Rahimi yatıstırdım. Şu gördüm, özümdə sönürəm. Makyajımı yuxulu silib yatmışam. Dedim, səhər durub buraları təmizləyərəm. Səhər də tez durmuşam. Çox yata bilmədim, niyəsə. Tural işə gedib. Mən də bax, buralar görsün necə qalıb. Buralar bax, bu gündədir. Tək olanda belə olur. Nə gəldi, eləyirəm, tez bazar təki çatdırım. Buranı heç vaxt ümumiyyətlə Kuxunanı belə sərbəst qoyub yatmıram, amma bir dəfə belə oldu. Burada da zibillər, zadlar hamısını yığmışam. İndi buranı yığışdıracağım. Sizlə bərabər təmizləyim buraları. Beləliklə də vlogumun sonunu belə qab yumaqla bitirmək istəyirəm. Fikir vermişəm ki, vloqlarımda qab yumaq, təmizliklə bağlı olan hissələr daha çox baxılır. Kanalıma abunə olmağı unutmayın. Növbəti vloqda görüşərik.